Rəbiül əvvəl ayında əlamətdar hadisələrdən biri də bizim 12-ci imamımız, zamanəmizin imamı, İmam Zaman əleyhissalamın imamətinin başlanğıcıdır. İmam Həsən Əskəri əleyhissalam Hicri qəməri ilə 260-cı ildə dünyasını dəyişir və ondan sonra imamət oğlu İmam Zaman əleyhissalama ötürülür. İmam Həsən Əskərinin şəhadəti qarşıda gəlir və İmam Həsən Əskəri də zəhərlə Abbasi hakimiyyət tərəfindən zəhər verilməklə şəhid olub və 11-ci imam dünyasını dəyişən kimi imamət vəzifəsi Allah tərəfindən tapşırılır 12-ci imama. Bu bir qaydadır. Bu bir qaydadır. Bir imam şəhid olan kimi digər imam öz imamlıq vəzifəsini başlayır icra etməyə. İmam Zaman əleyhissalam atası dünyasını dəyişəndə 5 yaşı olub. Uşağın imam seçilməsi də bundan qabaq demişik, bir daha qısa deyirik. Qur'an-ı Kərimə əsasən İsa Peyğəmbər heç 5 yox, körpə idi. Beşikdə olanda danışdı, Quran ayəsidir və özünü nə tanıtdırdı? Peyğəmbər. Allah mənə Peyğəmbər seçib. Tarixdə buna çox misallarımız var. İmam Zaman əleyhissalam atası dünyasını dəyişən kimi 5 yaşında öz imamlığına başlayıb. Bu da bizim üçün bu Rəbiül əvvəl ayında baş verib, böyük bir bayramdır. Alimlər deyirlər ki, bu həmin günü bayram qeyd eləyin. Bir gün qabaq atasının şəhadətidir. Amma bir gün sonra imamətin başlanğıcıdır. İmamın rəhbərliyin başlanğıcıdır. Şeyx Abbas Qumi, Allah ona rəhmət etsin, böyük alimlərdəndir. O özü öz Məfatihül Cinan kitabında deyir ki, yaxşı olaraq həmin gün möminləri yığasınız, onlara süfrə verəsiniz. İmamın imamlığının başlanğıcını bayram qeyd edəsiniz. Qardaşlar, bizim taleyimiz yazılıb kimin, hansı imamın həyatına? 12-ci imamın. İmam Sadiq əleyhissalamdan danışırıq, amma onun zamanəsində yaşamışıq. Ağamız Həzrət əleyhissalamdan danışırıq, onun zamanəsində yaşamışıq. Onlara bizim əqidəmiz var, etiqadımız var, qəbul edirik. Amma bugün bizim imamımız, zamanımızın imamı İmam Zaman əleyhissalamdır. Ona diqqət ayırmaq lazımdır. Və onun bayramını yaxşı qeyd eləmək lazımdır. Kim necə bacarır? Heç olmasa uşaqlara evdə deyin ki, bugün bayramdır, biri hədiyyə alın. Möminləri sevindirin deyin ki, bugün 12-ci imamın imamlığı başlayır. Ağamızın sadə dillə desin, bizdə dədə-babadan deyirlər, taxta çıxan günüdür, elə deyək. Hakimiyyətə gələn günüdür, belə deyək. İnşallah da bir gün o bütün dünyada hakim olacaq. İsa Peyğəmbər əleyhissalam onunla bir yerdə, Yuşa ibn Nun, Musa Peyğəmbərin canişini onunla bir yerdə, bütün dünyada bir ölkə olacaq. Bir ölkə olacaq. Daha bu qədər dünyada ölkələr olmayacaq, sərhədlər olmayacaq. Və İmam Zaman ağına həqiqi hakimiyyəti qurulur inşallah. İmam Zaman əleyhissalamın 5 yaşından qeybət dövrünün sonraki illəri də məhrum eləyib. Yəni 11-ci imama qədər cəmaət gedib imamı görə bilirdi. İmama dərdin deyə bilirdi. Sualın verib cavabını ala bilirdi. Amma daha 12-ci imam imamətə seçiləndən sonra daha belə olmuyor ki, məclisin başında imamı əyləşdirsinlər, imamla sual-cavab eləsinlər, geçsinlər, gəlsinlər. Bəli, İmam Həsən Əskəri xüsusi əshabına çağırıb, hətta bir yerdə var 40 nəfər əshabını çağırdı, şəhadət verdi onlara. Məndən sonra imam kimdir? Bu kişidir. Buna tabi olun. Sonra deyir ki, bunu görməyəcəksiniz. Gedin çatdırın şiyələrimizə. İmam cəmaatı qeybət dövrünə hazır idi. Daha belə olmayacaq, gedirəm, mənim sualım var, gedirəm Mədinəyə, İmam Sadiqi görüb rahat danışacağam. Gedirəm Küfəyə, imamı görüb danışacağam. Yox, belə olmayacaq. Bundan sonra imamı görməyəcəksiniz. Və biz də həmin zamana gəlmişik ki, bugün bizim də imamımız var, amma qayibdir, qeybdədir. Biz imamımızı görə bilmirik. Buna görə də çoxları arzu edir ki, mən kaş imamımı görəydim. Bu yaxşı arzudur. İnşallah da bir gün Allah bizə nəsib elər, görərik. Bizim zamanımızda elə insanları var. İmamı ən aşağısı yuxuda görürlər. Bəli, mötəbər adamlardır. Alimlər danışıblar, təsdiq eləyiblər. Yuxuda imam zamanı, hətta Peyğəmbəri və digər imamları, Allahın salamı olsun, onları görürlər yuxuda. Mən də tanıdığım adamlar var, xoş hallarına. Amma fiziki olaraq, cismani olaraq imamla söhbət eləmək hər kəsə nəsib olmur. Çoxları da arzu edir ki, haçan imam zamanı görərik. Hər cümə keçir, imam zamandan xəbər yoxdur. Nə zaman görərik bir imam zaman ağanı? Birinci bunu deyim ki, qardaşlar, bu yaxşı arzudur. Allah mənə sizə nəsib eləsin. Amması var. İmamı görmək bəzən
çox insanların da ziyanlı olur. Küfəllər də imamı gördülər. Üzr istəyirəm. Küfəllər imamın xutbəsində əyləşdilər Həzrət Rəsulullah. Onunla döyüşə getdilər. Amma sonradan bəziləri imama qarşı qılınc çəkdilər. İmamı görmək xoşbəxtlikdir, səadətdir, amma həmişə o deməkdir insanın aqibəti xeyir olar. İmamı görməkdən çox çalışın, imamın sözünə qulaq asasınız. İmamı eşidəsiniz, əmrinə tabi olasınız. Baxın, imamla bağlı bizim alimlər buyururlar ki, bizim əsas 2 vəzifəmiz var. Bunu deyim, söhbətimi yekunlaşdırdım. Bizim zamanımızın İmam Zaman əleyhissalamla bağlı 2 böyük vəzifəmiz var. 1. İmamı tanımaq, tanıtdırmaq. Keçən dəfə dedim, mən matə və ləm ya'rif imamə zamanihi matə mitətən cahiliyyə. Kim dünyasını dəyişsə, zamanəsini, imamını tanımasa, nə olmuşdur? Cahil ölmüşdür. Bunu əhl-i sünnə qardaşlarımız, o cümlədən əhl-i beyt alimlərimiz keçən dəfə dedim, kitabında nəql edirlər. Birinci imamı tanımaqdır. Əgər imamı tanımısansa, imamı layiqincə şiə olmusansa, imama layiqincə beyət eləmisənsə, narahat olma. Görün, İmam Muhammed Baqir əleyhissalam nə deyir? Hər kəs imamını tanımadan ölsə, cahil ölmüşdür. Hər kəs imamını tanısa və dünyasını dəyişsə, onun zuhurunu görməsə də zərər görməmişdir. Hər kəs imamının mərifəti ilə dünyasını dəyişsə, imamını tanıyıb dünyasını danışsa, o kəs kimidir ki, tanıyıb dünyasını dəyişib. Sanki İmam Zaman əleyhissalamla bir yerdə onun xeyməsindədir. Bəzi yerdə var, dünyasını dəyişsə ona şəhidlərin savabını verərlər. Ona görə bizim birinci niyyətimiz bu olsun, qardaşlar. Ad olaraq yox, hamımız bilirik. Peyğəmbərin adını daşıyır, məşhur ləqəbi Mehdi, Sahib Zaman əleyhissalam. Bunlar imamı tanımaq yaxşıdır. Amma İmam Zamana mərifətimiz olsun, İmam Zamana bağlılığımız olsun. 2. Qurtarıram. İmam Zaman ağaya beyət eləmək, sözünə qulaq asmaq. İmamı görənlər oldu, tanıyanlar da oldu, amma sözünə qulaq asanlar olmadı. Biz imamı tanımalı və sözünə qulaq asmalıyıq. 2 şey əsasdır. Əgər imamı tanısaq, narahat olmayın. İmamı tanıyandan sonra imamın sözünə qulaq assaq, narahat olmayın. Necə? Alimlər gözəl bir, yaxşı bir hadisə danışıblar. İndi danışacağım sizə. Amma ondan qabaq misallar var. Baxın, İmam Zaman bugün səndən nə istəyir? Məndən nə istəyir? Sən onu elə. Ya İmam Zaman səndən görüşəcək, ya da var ha, İmam Zaman ağanın ordusunda vuruşacaqsan. Ölsən əgər Allah səni dirildəcək. Qardaş, bugün tacirsən, İmam Zaman tacirdən nə istəyir ticarətdə? Cəmaatı aldadmasın. Yalandan onu içməsin. Malının xumsun versin. Kasıbların haqqını versin. Zəkatın versin. Belə deyilmi qardaş? Sürücüsən, İmam Zaman səndən nə istəyir? Sürücülüyünü düzgün yerinə yetir. Müəllimsən, İmam Zaman səndən istəyir ki, müəllimliyi doğru elə. Ruhanisən, mollasan, axundsan, alimsən, İmam Zaman səndən istəyir ki, bu minbərdə düzündür, haqqıdır, cəmaata xəyanət eləmə. Mən, sən hərə öz işində düzgün yerinə yetirsə, İmam Zaman bizdən razı olar. Hətta bizim görüşümüzə gələr. Deyəcəyəm indi. Nə vəzifə daşıyırsan? Hər kəs öz işinə uyğun halal yaşasın, halal yesin və dünyasını dəyişənə qədər bu əqidədə qalsın, ölümdən qorxmasın, İmam Zamanı görməməkdən qorxmasın. Bəlkə də var ha, öləndən sonra deyəcəksən, filan yerdə bir pak şəxsiyyət gördün ziyarətdə, Məkkədə, Mədinədə, Kərbalada, Küfədə, İmam Zamana gidi. Belə alimlər olurlar. Ayətullah Sistani ağa tanıyırsınız, Nəcəfdədir, Allah hifz eləsin. Allah Teala bütün müştəhidlərimizi hifz eləsin. Amin. Amini bunu bəkdən deyin. Amin. Bizim bugün rəhbərlərimiz müştəhidlərimizdir. Əgər onları əldən versək, onları qoruya bilməsək, vay bizim halımıza. İmam Zaman ağanın yadigarları olardı. Ayətullah Sistani, Əli Sistanidir. Onun atası da Ayətullah olub, Seyyid Baqir Sistani. Allah ona rəhmət eləsin. Çox pak adam olub, çox təmiz adam olub. Məşəd şəhərində yaşayıb. Məşəd alimlərindən idi. Onun həm oğlundan nəql edirlər, həm də 2 alim, biri də ustad alidir, ona qulaq asmışam və mətndəki Şiftəqan-ı Məhdi əleyhissalam adlı kitabdan nəql edirlər ki, o özü İmam Zamanla görüşmək istədi. İmam Zamanla görüşməkdən ötürülən ibadətlər var. 40 cümə, Aşura ziyarətnaməsini 100 dəfə lənət, 100 dəfə salamla, hər dəfə də bir məsciddə yox, ayrı-ayrı məscidlərdə gəzdi Məşədin müqəddəs məscidlərin ki, İmam Zamanla görüşüm. Axırıncı bir gün, 40-cı gün ziyarətə Aşuran oxuyanda deyir ki, qurtarırdım ziyarətnamanı, gördüm ki, gözüm sataşdı,
gözüm sataşdı, bir evdən nur gəlir. Daha bu lampalardan deyil ha. O nur sanki kinolarda görmürsünüz, imamların üzünü, peyğəmbərin üzünü göstərmirlər. O başqa nurdur. Gördüm bir yerdən işıq gəlir. Tez çıxdım məsciddən, getdim o evə tərəf. Gəldim, gördüm evdə ağlaşma səsi gəlir. Ağlayırlar. Girdim otağa, gördüm bir cənazə var. Üstünü ağ parça ilə örtüblər. Baxdım cəmiyyətə, gördüm bir pak, nurani insan, tanıdım ki, İmam Zamandır. İmam Zaman əleyhissalam mənə baxdı, bir cümlə dedi. Bu qədər özünü əziyyətə salmağa, narahatlıq eləməyə dəyməz. Özünü əziyyətə salmağa. Əli ilə cənazəni göstərdi. Bunun kimi olun, bunun kimi olun. Biz özümüz sizi tapacağıq. Bunun kimi olun, mən sizin dalınızca gəlim. Sonra İmam Zaman bir cümlə dedi o qadın haqqında. 7 il, Allahu Akbar, 7 il bu qadın hicaba qadağa qoyduqlarına görə Allah İran şahına lənət eləsin. Allah hicaba qadağa qoyanlara da lənət eləsin. 7 il hicab qadağası olanda bu xanım evdən çıxmadı ki, naməhrəm gözü buna sataşmasın. İffətə bax, ismətə bax, həyaya bax. Belə olun, biz gələrik. Başqa bir yerdə var, Şeyx Bahayını eşitmişsiniz. İmam Zamanla görüşmüşdük, get falan açar düzəldənin yanına. Başqa bir yerdə İmam Zamanla görüşmüşdük, getdim İmam Zaman məndən ayaqqabı dikən bir kişinin yanında görüşdü. Alim yox, ayətullah yox. Gah gedir bir açar düzəldən, gah bir ayaqqabı dikən, ayaqqabı yamayan, yaxud da bu xanım kimi insan. İmam Zaman deyir, siz belə olun, biz sizinlə görüşərik. Görüş verir, məni görmək istəyən, gəl ayaqqabı dikənin yanına. Bu qədər özünü niyə əziyyətə salsın? Ayaqqabı dikən İmam Zaman görüşür, İmam Zaman onun yanına gedir. İmam Zamanla söhbət eləyir. Görüşmək istəyənlərə də oranı ünvan verir, gəlin ora. Qardaşlarım, möminlər. İmam Zaman ağanın imamət bayramı mübarək olsun. Və 2 vəzifəmizi unutmayaq. 1, İmam Zaman ağanı tanıyaq. 2, harada, hansı vəzifədə varsansa öz vəzifəni düzgün yerinə yetir. Vəzifəsi o qadının nə idi? Öz hicabının namusunu qorumaqdır. O qoruyub İmam Zaman onun cənazəsinə hazır olub. Onun dəfnində iştirak edir. Əgər biz də belə yaşasaq, unutmayın, harada olsaq İmam Zaman bizi unutmaz. İmam Zaman bizi orada yad eləyər, çətin gündə də dadımıza satar. Allah'ın verən Peyğəmbər və onun pak əhli beytinə. Allah'ın verir Kərbala şəhidlərinə. Allah'ın verir Qur'an-ı Kərimin hörmətinə. Bu cümə gününün hörmətinə. İlahi Pərverdigara bizlərə də İmam Zaman əleyhissalamı görməyi və onun həqiqi şiələrindən olmağı nəsib elə.